Çok güzel bir gün. Günün bundan sonraki hissəsinin de daha güzel keçməsi dileğiyle qeyd edim ki, hal-hazırda studiyamızın çok faydalı bir həkim qonağı var ve bu həkimimiz bugün de faydalı olmağa gəlib. Değerli Məlahət Qəhrəmanova Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb bilimləri doktoru. Xoş gördük doktor. Çok sağ olun, teşekkür ederim. Necəsiz? Var olasınız. Çok sağ olun, sizi gördüm daha yaxşı oldu. Can, her zaman yaxşı olun. Çok Biz de sağ sizi olun. görəndə sizdən müsbət enerji alırıq. Çünkü Çok sizi sağ çok olun. sevirik, bilirsiniz. Çok sağ olun, teşekkürler. Bizim değerli Məlahət xanım Azərbaycan Fitoterapeutlər İctimai Birliyinin sədridir. 4 kitabın müəllifidir. 23 patentə sahibdir. Yəni 23 ixtiranın sahibidir. 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu ilə və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Cənab Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb və dəyərli doktorumuz öz klinikasında çox gözəl komandası ilə bərabər ora müraciət edən pasientlərin sağlamlığının keşiyində dayanır. Elə hal-hazırda bu görüntülər də həmin klinikadandır. Bu klinika ilə əlaqə saxlamaq üçün 051 388 70 70 və şəhər nömrəsi aktivdir. 012 541 70 70. Sabit Rəhman küçəsi 11-də yerləşir və Nərgiz Tibb Mərkəzi bilirsiniz ki, illərdir ki, fəaliyyət göstərir və öz təbii müalicələri ilə xüsusən seçilir. Bax, bu çox önəmlidir, hər zaman vurğulayırıq. Təbii ki. Bugünkü mövzumuz qaraciyər və öd xəstəlikləridir. Amma biz burada onu qeyd etməliyik ki, qaraciyərin funksiyası orqanizm üçün çox önəmlidir və bugün danışacağımız mövzu da məhz bu barədə olacaq. Qaraciyər, öd, mədə, bağırsaq, həzm sistemi orqanları bir-biri ilə çox əlaqəlidir. O yüzden də burada elə bil ki, danışılan mövzular insanlar üçün siz demişkən çox faydalı olmalıdır və onların ən azından müəyyən dərəcədə mariflənməsi üçün, sağlam qalması üçün, sağlamlıqları üçün çox önəmlidir. Baxın, bu günləri bütün dünya natural qidaya üstünlük verir. Organik qidaların bütün dükanlarda deyərdim ki, məhz ayrıca bölümü var və orada o organik məhsullar daha qiymətli və daha dəyərli sayılır. Bəli. Bunu niyə deyirəm? Çünki orqanizmdə qaraciyərin ödün funksiyasında, mədə-bağırsaq xəstəliklərində, ümumiyyətlə orqanizmamızın daxili mühitin sabit saxlanmasında qaraciyərin çox böyük rolu var. Bizim qəbul etdiyimiz bütün qidalar məhz qaraciyərdən filtr olunur. Ona görə də mən bu qidanı xüsusi vurğulayıram. Çünki əsas 4 amil var ki, bu qaraciyərin funksiyasında çox böyük rol oynayır və qaraciyərin yüklənməsində, qaraciyərin xəstələnməsində çox böyük rolu var. Birinci deyərdim ki, medikamentoz müalicələrdir ki, həddindən artıq ağır preparatlardan istifadə etdikdə, daimi ağrı kəsicilərdən, hormonal dərman preparatlarından istifadə etdikdə qaraciyər yüklənir. Ona görə medikamentoz müalicələr məhz elə birinci yerdə durur. Kobud qidalar, düzgün qidalanmama özü də qaraciyərin funksiyasını pozur və qaraciyərdə müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Bundan başqa üçüncüsü, məsələn, pis vərdişlərdir, alkollu içkilərdir. Bunlar özü də, bəli, ondan başqa narkotik alüdəçiləridir və bunlar təbii ki, qaraciyərdə çox böyük iz buraxır və qaraciyərə çox böyük zərər verir. Və sonunda da deyərdim ki, parazitar xəstəliklərdir, infeksiyon xəstəliklərdir, bakteriyalardır, viruslardır ki, qaraciyərdə təbii ki, öz izini qoyur və qaraciyərə daha çox zərər verə bilir. Həmçinin də onu qeyd edək ki, hepatitlər, hepatit B virusudur, C-dir, D-dir, bunlar hamısı qaraciyərdə böyük fəsadlara yol açır ki, belə olduqda da qaraciyər öz funksiyasını itirir. Təbii ki, sonraki mərhələlərdə qaraciyərdə müəyyən fəsadlar yaranır. Biz onu qeyd etməliyik ki, qaraciyərin funksiyasından biz danışırıqsa, qaraciyərin 1800-ə qədər son illərdə statistik məlumatlar dedi ki, əvvəllər biz 500 bilirdik. Bugün bütün dünya statistikası deyir ki, qaraciyərin 1800-dən çox funksiyası var. Baxın, görün, qaraciyər orqanizm üçün nə qədər önəmlidir və təbii ki, qaraciyər çox funksiyası olduğu üçün daha çox qorunmalıdır. Bizim orqanizmamızda demək olar ki, bütün zərərli maddələrin zərərsizləşdirməsində, həmçinin də laborator funksiyası daşıyan qaraciyərimizi biz görün nə qədər qorumalıyıq. Və bundan başqa
qaraciyərin funksiyasında ən çox bizim ehtiyacımız olan vitamin deposu var. Vitamin deposu nədir? Bizim yediyimiz natural qidaları qaraciyər depo eləyir. Və sintetik preparatları nə qədər çox qəbul eləsək, qaraciyər onlardan uzaqlaşmağa çalışır. Bugün açıq bir söz deyim ki, xroniki xolesistitdir, qaraciyər xəstəlikləridir, pi infiltrasiyasıdır. Məsələn, ultrasəs müayinəsi zamanı ən çox nə ilə rastlaşırıq? Pi infiltrasiyası var, kalsinatlar var, qaraciyər yüklüdür, qaraciyərdə hemangioma var, qaraciyərdə hepatitlərdən sonra olan dəyişikliklər, böyümə olur. Bunların hamısı ultrasəs müayinəsi zamanı xəstəyə deyilir. Amma pi infiltrasiyası əvvəllər yaşlı nəsildə qeyd olunurdusa, bugün cavanlarda da bu çox görünür və bu da nədən irəli gəlir? Bayaq qeyd etdiyim kimi düzgün qidalanmamadan, keyfiyyətsiz qidalardan, aşırı yağlı qidalardan təbii ki, qaraciyərdə müəyyən fəsadlar yaranır. Bugün kim desə də ki, biz qaraciyəri tam müalicə edirik, dünyada bugün statistika məlumat verir ki, qaraciyər dərmanları yetərli deyil. Yəni, qaraciyər qoruyucu dərmanlar yetərli deyil. Niyə görə? Çünki bütün içdiyimiz, yediyimiz qidalarla yanaşı toksik maddələr çoxdur həyatımızda. Kimyasal daha çoxdur həyatımızda. Və onu da qeyd edək ki, bugünkü bu keyfiyyətsiz qidalardan qaraciyər zərər görür. Və natural qidaların azalması, natural müalicələrin azalması, içdiyimiz elə bir dərman yoxdur ki, onun anotasiyasında qaraciyərə zərər verəcək bir şey yazılmasın. Bu qaçılmazdır. Medikamentoz müalicələrin hər birində anotasiyada qeyd olunur ki, qaraciyərinizə zərər verə bilər, qaraciyər qoruyucu üçün. Amma bunlar da nə dərəcədə qoruyur, o da məlum deyil. Yəni, pi infiltrasiyasını heç bir kəs müalicə edə bilmir və edə də bilməz. Pi infiltrasiyasının əsas müalicəsi yürüşdür və düzgün qidalanmadır. Bəli. O da vaxtında başlasa, artıq ağırlaşmış formada yox. Ağırlaşmış formada təbii ki, bir köməyi olmur və çox az köməklik göstərə bilirik. Amma müəyyən illər lazımdır ki, 2 il, 3 il lazımdır ki, sən o qaraciyərin funksiyasını yenidən bərpa edib və o həddə qaytara biləsən. Biz kompleks müalicələr içərisində ən çox, məsələn, çox üstünlük veririk qaraciyərin funksiyasında təbii vasitələrə, təbii müalicələrə. Ona görə ki, qaraciyər zərər görməsin deyinə bir çox müalicə metodlarımız var. Amma onu qeyd edim ki, qaraciyərin funksiyası pozulanda öd kisəsinin funksiyası da pozulur və öd kisəsinin funksiyası pozulanda həzm prosesi pozulur, mədə bağırsaqda köpün, qazın yaranması müşahidə olunur və öd kisəsinin funksiyası pozulduqca təbii ki, mədə bağırsaq həzm sistemi də pozulur. Ən çox da nədə? İnsanlar arasında köpürəm, qəbizliyim var. Adi səhər-səhər durmuşam, bir stəkan su içdim, köpdüm. Bu nədən baş verir? Qaraciyərin və ödün funksiyasının normal olmaması və ödün funksiyasının pozulmasına. Ona görə də biz çalışmalıyıq ki, qaraciyərin funksiyasını normal saxlamaq üçün düzgün qida rasionumuza fikir verək. Əgər qaraciyərin funksiyası pozulan zaman, dediyim sistem pozulursa, insanlarda nə baş verir? Çöp qazdan əlavə allergik həssaslığın artması, gecə tutma şəkilli qaşınmaların artması, bundan başqa belə insanlarda, məsələn, dəridə solğunluğun yaranması, bəzən bilirubinin artması ilə gözün sklerasında sarılıq müşahidə olunur, dəridə avazımış, bəzən qara, boğunuq rənglər olur, bəzən xanımlarda ləkələrin artması müşahidə olunur, dəridə müəyyən ət xallarının əmələ gəlməsi müşahidə olunur. Qırmızı xalları bizdən soruşurlar ki, bu xallar niyə əmələ gəlir? Təbii ki, bu xalların əmələ gəlməsində də birbaşa qaraciyərin rolu var. Yəni, hamısı bir-biri ilə sıx bağlıdır. Bax, hal-hazırda ödümdə durğunluq var, yazan izləyicimiz var. Qaraciyərimdən ağrı tutur, bunu görəsən doktor necə cavablandırar? Daha sonra qaraciyərin təmizlənməsi üçün nə edə bilərəm? Limonlu suyu məsləhət görürmü? Qurtlar qaraciyəri zədələyə bilərmi? Suallar həddindən artıq çoxdur və mən bu sualları bir-bir dəyərli doktorumuza ünvanlayacağım. Bir daha qeyd edim, Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru dəyərli Məlahət Qəhrəmanova bizlə bərabərdir. Doktorla əlaqə, klinika ilə əlaqə ekrandadır. 051 388 70 70 012 541 70 70.
sağlamlıq haqqında söhbətimiz davam edəcək. Amma ATV Xəbərin 14:00 günorta buraxılışında. Bunda addımlamağa davam edirik. Proqramımız canlı yayımlanır. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram və qeyd edim. Hal-hazırda studiyamızın çox dəyərli həkim qonağı var. Bu dəyərli Məlahət Qəhrəmanova, Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru. Xoş gördük bir daha sizə, doktor. Təşəkkür edirəm, var olasınız. Və çox sayda suallar var, doktor. İcazənizlə mən o sualları səsləndirəcəm, amma öncə qeyd edim, doktorumuzun çalışdığı ünvan, rəhbəri olduğu klinika bilirsiniz ki, Nərgiz Tibb Mərkəzidir və elə Bakıda Sabit Rəhman küçəsi 11-də yerləşir, TQDK-nın düz yanında və bu klinika ilə şəxsən doktorumuzla əlaqə saxlamaq istəyənlər üçün 051 388 70 70 012 541 70 70 nömrələri aktivdir. Və icazənizlə keçid alaq suallara, qaraciyər xəstəliklərindən danışırıq. Qaraciyər və öd xəstəlikləri haqqında birinci hissədə doktor geniş və ətraflı məlumat verdi, amma izləyicilərimiz də sual yazmağa davam etdilər. Elə bu müddətdə də çox sayda suallar gəlib. Elə ilk sual bu olacaq, onu səsləndirmək istəyirəm. Qaraciyərin təmizlənməsi üçün limonlu su içmək faydalıdırmı? Baxın, limonlu su çox gözəldir, faydalıdır, amma bunları baxır nə ilə qarışdırıb necə içmək və düzgün dozada və aşırı olaraq aylarla bunu içmək doğru deyil. Nə içirsiniz, için 15 gün, 20 gündən artıq içməyin. Ona görə də bunu qaraciyərin təmizlənməsində limonun çox böyük rolu var, amma müəyyən bitkilərlə, müəyyən qidalarla paralel için ki, mədənizə zərər verməsin. Doktor, daha bir izləyicimiz yazıb. Qurdlar qaraciyəri zədələyə bilərmi? Baxır hansı qurd növüdür. Exnokoklar, bəli, təbii ki, exnokoklar qaraciyəri zədələyir və böyük problem yaradır. Askaridozlar, askaridlər qapı venasına qədər gəlir. Hətta orada qurd invaziyası yaranarsa, qurd çox olarsa, qapı venasında tıxac yaradarsa, təbii ki, orada sarılıq, mexaniki sarılıq yarana bilər, ağciyərdə məskunlaşa bilər, ağciyərdə krupoz pnevmoniya kimi uzun müddət öskürək əmələ gətirə bilər. Yəni, bu qurd növləri var ki, müəyyən qurdlar var ki, orqanizmin daha çox müəyyən hissəsində yerləşir. Düzdür, askaritlər bağırsaqda daha çox yerləşir. Ən çox qaraciyəri zədələyən qurd növü exnokokdur. O da çox çətin müalicəyə tabi olandır və müalicə deməzdim. Orada mütləq cərrahi əməliyyat lazımdır. Daha bir sual. Qaraciyər piylənməsi arıqlamaqla keçirmi? Xeyr, bu yanlış fikirdir. Qaraciyər piy infiltrasiyası olduqda bu nə arıqlığa, nə köklüyə baxır. Qaraciyərin piylənməsini aradan qaldırmaq üçün mütləq yürüşlər, gəzintilər mütləq şərtdir. Onu heç bir iynə dərmanla müalicə eləmək mümkün deyil. Bunu dünya istatistikası deyir və burada qida rasionunu tənzimləmək, qaraciyərin funksiyasını bərpa etmək üçün tez-tez təmizləyicilərdən istifadə edə bilərsiniz. Bu da ən çox qaraciyərin təmizlənməsində istifadə olunan alaqanqal bitkisidir və bunu tək istifadə etməyəcəksiniz. Bir neçə bitki ilə qarışdıracaqsınız. Mən bunu ona görə buradan demirəm ki, bəzən xəstələr bu şeyləri, reseptləri götürür, uzun müddət istifadə edir, xeyrindən çox zərərini görə bilər. İstənilən vaxtda bizim antitoksin çaylarımızı alıb istifadə edə bilərsiniz. Bəli, bilirsiniz ki, dəyərli Məlahət xanımın çox gözəl ixtiraları var, hansı ki, elə dünyada tanınır. Londonda dəyərli doktorumuz elə bunun mükafatını da almışdı məhz ixtiralarına görə. Və suallar həddindən artıq çoxdur. Vaxt itirmədən o suallardan növbətisini səsləndirmək istəyirəm. Çünki bu da çox maraqlı bir sualdır və izləyicilərin bizə ən çox ünvanladığı suallar sırasındadır. Doktor, soruşurlar ki, qaraciyər üçün ən faydalı qidalar hansılardır? Qida, bilirsiniz, qida rasionu çox zəngin olmalıdır. Birinci növbədə kimyasal məhsullardan uzaq olmalısınız, natural qidaya üstünlük verməlisiniz. Qaraciyər bizim vitamin depomuzu tənzimləyir. Natural qidalar olduqda qaraciyər onu depo eləyir. Uzun müddət içdiyiniz vitaminlər, kimyasal dərmanlar, kimyavi qoruyucular sizə istədiyiniz effekti verməyəcək və təmizləməyəcək. Sizin ən gözəl rasionunuz ev şəraitində olan təbii meyvə, tərəvəz, göyərti, bunları, qatıq süd məhsullarının normal istifadəsi. Məsələn, burada qatıq süd deyəndə pendir
qaraciyəri xəstə olan insanlar üçün biraz az istifadə olunmalıdır. Və yenə də deyirəm, qida rasionunda, ev şəraitində ən çox siz təmizləyici olaraq boranı sokunu, bax bu aylarda çox yaxşı effektivdir. Ancaq 15 gündən artıq istifadə eləməyin. Doktor, necə içirik onu? Boranı sirop, sok şəklində eləyə bilərsiniz. Şirə çəkəndən bir dənə alma əlavə eləyə bilərsiniz. Yarım limon əlavə eləyə bilərsiniz. Amma aşırı dərəcədə onu içməkdə doğru deyil. Amma dəridə də, qaraciyərin təmizlənməsində də, mədə bağırsaqda da boranı sokunun çox böyük faydaları var və qaraciyərin təmizlənməsində də rolu var. Nə gözəl. Profilaktik olaraq düşünürəm ki, doktorumuzdan yenə daha bir faydalı bir məsləhət gəldi və öd durğunluğu ilə bağlı yazan izləyicilərimizin çoxsu yazır ki, doktor, qaşınma var və ağızda acılıq var. Bu da öd durğunluğuna bağlı ola bilərmi? Bəli, öddə durğunluq varsa, demək öd normal ifraz olunmur. Əgər normal öd ifraz olunmursa, burada nə olacaq? Ağızda acılıq olacaq, dəridə solğunluq olacaq, gecə tutma şəkilli qaşınmalar olacaq və duran zaman çox vaxt öyümə olacaq, həzm prosesi normal olmayacaq, köp olacaq, qaz olacaq, belə xəstələrdə qəbizliyə meyillilik olacaq və xəstə bunu düşünmür öddə durğunluq olanda. Mədə bağırsağı müalicə eləməyə çalışır. Ödü müalicə etmədən mədə bağırsağı müalicə edə bilməzsiniz. Öd qovuculardan istifadə eləyə bilərsiniz, amma düzgün şəkildə. Yəni biz bilirik ki, solma çiçəyidir, məsələn, çox gözəl faydalıdır, öd qovucudur, öd otu da deyirlər ona. Amma onu tək içdikdə müəyyən zərərləri də ola bilər. Çünki hər bir bitkinin tərkibində aşı maddə var. Çox həddindən artıq içmək düzgün deyil. Amma mən sualları çox sevdim. Çox maraqlı suallardır və yəni hər kəsin istədiyi mövzuya toxunmaq mənim üçün çox xoşdur və istədiyiniz vaxtda bütün sualları cavablandıra bilərəm. Var olasınız. Bir sualları ünvanlayıram. Doktorumuz da sağ olsun. Elə canlı yayımda sizin sualları cavablayır. Amma doktorumuzun qəbuluna getmək istəyənlər var və doktorun əlaqə nömrəsini istəyirlər. Onlar üçün bir daha qeyd edirəm. 051 388 70 70 və şəhər nömrəsi var. 012 541 70 70. Elə indi zəng vurub sizi narahat edən məqamları, sizə maraqlı olan sualları, mövzuları da soruşa bilərsiniz. Təbii ki, Məlayət xanım həm Instagram səhifəsində çox aktivdir, həmçinin də müxtəlif, yəni bizim sosial şəbəkələrdə sizə bu suallara cavab vermək üçün daha yaxın edir. Buyurub müraciət eləyə bilərsiniz. Ekranda gördüyünüz nömrələr də təbii ki, sizin ixtiyarınızdadır. Qaraciyər problemi olan adam hər zaman saralırmı? Bax, belə maraqlı bir sual da var, doktor. O mexaniki sarılıq başqadır. Yəni, hansısa qidadan, hansısa soyuq dəymə nəticəsində, məsələn, viruslardan yoluxduqda bu saralma ola bilər. Yəni, hər bir qaraciyər xəstəsi sarala bilməz ki. Yəni, bu, əgər ödün funksiyası da normal olduqda, o saralma həmişə olmur. Amma bunların aradan qaldırır. Bir də ki, xroniki olaraq, irsi olaraq, öd, məsələn, bilirubinin miqdarının artıq olan insanlar var. Onlar ömrü boyu bundan yaşayır və onların göz sklerasında, göz bəbəyində o sarılıq görünür. Amma bunları da tənzimləmək üçün daimi öd qovuculardan düzgün istifadə olunmalıdır ki, o sarılığın qarşısını ala bilsinlər. Doktor, bir də öd problemi ilə yazan izləyicilərimizdən bir neçəsi soruşur ki, biz bilirik ki, Nərgiz Tibb Mərkəzində ödün təbii üsulla yuyulması proseduru var. Bəli, və bu prosedur öd durğunluğunu aradan qaldırırmı? Ümumiyyətlə, bu yaranan problemi aradan götürürmü? Ödün yuyulma proseduru çox gözəl bir prosedurdur. Biz ödün yuyulma proseduru dedikdə tək öddən götürülmür söhbət. Bunu biraz geniş danışacağım. Buyurun, buyurun. Baxın, Sovetlər dönəmində zontlama üsulu var idi. Zontla daxil olurdular ödə, ödlükdən möhtəviyyat götürülürdü. Bu, sadəcə ödlükdən götürülən möhtəviyyat idi və deyirdilər ki, öd yuyuldu. Bu, biraz başqa üsuldur. Tam olaraq dəqiq ödün yuyulma proseduru deyil. Amma bizdə ödün yuyulma proseduru necə aparılır? Ödün yuyulma proseduru aparılan zaman qaraciyərdə olan bütün o toksik maddələr təmizlənir, öd yolları, öd axarı təmizlənir, ödün möhtəviyyatı təmizlənir, həmçinin də mədə altı vəzdə qalan öd qalığı təmizlənir. Və mədə bağırsaq sistemində olan bütün toksik maddələr, mədə bağırsaqda olan şlaklar, onların hər biri demək olar ki, detoks olunur və bütün orqanizm təmizlənir. Bizim prosedurda zontlama yoxdur, zond üsulu yoxdur. Sırt demək olardı ki,
öd funksiyasını bərpa eləyirik. Öddə olan o durğunluq, o qatlaşma, o çöküntü təmizlənir. İnandırım sizə elə xəstələr olur ki, probka deyək də belə tıxaclar, bax belə yaşıl-yaşıl gəlir, tökülür. Xəstələr onları ovuçla bizə göndərirlər şəkillərini ki, doktor. Hətta paraziti olan, qurdu olan xəstələrdə belə bu prosedur çox effektiv nəticə verir. Ləmblyası olan xəstələr, qurd, məsələn, ibtidailərə aiddir. Ləmblə qurd deyil, parazitin bir növüdür. Onun təmizlənməsində ödün yuyulmasının çox birbaşa rolu var. Mən qayıdıram bir 10-15 il bundan əvvələ. Subay idim, səhv eləmirəmsə. Getmişdim doktorumuzun yanına və mənim də ödümdə durğunluq var idi. Öd yollarımı yudu doktor. Ondan sonra yenidən sanki həyata, belə yenidən dünyaya gəldim və üzümün rəngi o qədər açılmışdı. Hara gedirdim, mənə deyirdilər ki, üzünə neynəmsən? Səpgilər, ləkələr, hamısının rəngi açılmışdı və o qədər işim ışıldayırdım ki, doktor, gərək bir də təkrarlayaq onu. Özü xüsusi üsuldur. İndi buradan deməyəcəm nə üsuldur. Çünki öz başına bunu etmək olmaz. Ondan əvvəl doktor ultrasəs müayinəsinə göndərdi məni elə Nərgiz Tibb Mərkəzində. Xüsusi ultrasəs müayinəsindən sonra. Çünki bu prosedur da hər kəsə olmaz. Əgər daşı olan, xırda belə daşı olan insan ödül yuyulma prosedurunu etməməlidir. Çünki kanala düşsə daş, həm mexaniki sarılıq da verə bilər, xəstədə başqa fəsadlar da yarana bilər. 2010-cu il idi, doktor. 15 il dildə deyilir, yəni 15 il keçib üstündən, amma mən yenə də o prosedur haqqında çox xoş belə fikirlərlə həmişə yadıma salıram və doktorumuza da canına dua eləyirəm. Allah sizə can sağlığı versin, doktor. Amma ödün yuyulma proseduru həqiqətən də hər bir insana, yaşlı nəsilə ən azı 2 ildən bir, ildə bir dəfə o mütləq şərtdir. Elə bilin ki, orqanizmə illərlə yığdığımız yükü biz 1 ay, 2 ay ərzində onu atırıq. Qaraciyərdə iş asanlaşır da sonra. Əlbəttə, oradan da toksik maddələr təmizlənir. Orada yuyulmadan sonra bəzən evdə prosedur eləyirlər, deyirlər ki, nədir, tubaj elədim, mən ödümü yudum. Bu o deyil. Yəni biz o prosedurdan sonra apardığımız müalicələr önəmlidir. O müalicə ki, 2 ay, 3 ay müddətinə xəstənin vəziyyətindən asılı olaraq o təyin olunur. Elə xəstə var 5 ayda ala bilər o müalicəni, elə xəstə var 2 ayda, məsələn, tam yaxşı ola bilər. Ən azı minimum 2-3 ay o müalicə getməlidir. Çünki qaraciyərin təmizlənməsi, mədə-altı vəzin, ödün, bağırsaqların təmizlənməsi, bu, yəni dildə belə deyirik. Bunlar o qədər asan deyil. Bəzən xəstələr gəlir, çox müalicələrə bəsit baxırlar, həkimlərimizi qınayırlar. Getdim filan həkimin yanına, 1 ay müalicə aldım, heç nə olmadı. Sən 40 il yığmısan, həkim 1 aya sən necə müalicə eləsin? Və müalicələr bizdə təbii olduğu üçün uzun müddətli ola bilər. Amma tam zərərsiz və effektiv müalicələrdir. Bizim dəri səpkiləri, dəri qaşıntıları, bayaq siz deyirsiniz ki, məsələn, qaraciyərin təmizlənməsi o qədər böyük onun rolu var. Qaraciyərin təmizlənməsi bütün orqanizmin demək olar ki, təmizlənməsi, elə bil mexanizmin yenidən işə düşməsi deyərdim. Yenidən dünyaya gəlir, mən deyirəm ona. O çox gözəl prosedurdur. Çünki illərlə yığdığımız o toksik maddələr, o şlaklar, bədəndə olan o durğunluq, o acı öd tamamilə yox olur. Bayaq bir xəstə deyir, qaraciyərim ağrıyır. Qaraciyər düzdür, ağrı verən orqan deyil, amma öd kisəsinin funksiyası pozulanda qaraciyərdə problem yaranan kimi öddə də funksiya pozulur. Öddə durğunluq yaranırsa, öddə ifraz normal deyilsə, o spektr normal açılmırsa, öd normal ifraz olunmursa, təbii ki, dəridə, saçda, dırnaqda, bütün bədəndə o özünü göstərəcək. Saçı mən niyə vurğulayıram? Bəzən insanlar deyir ki, mən qaraciyərə niyə müalicə alım ki, mənim saçım tökülür. Getdim, hansısa balzamı aldım, hansısa serumu aldım, çəkdim. İnternetdə filan məhsul şampunu gördüm. Şampun birinci yuyucu vasitədir. Şampun müalicə vasitəsi deyil. Amma bizim balzam və gellər sırf ona aiddir. Niyə görə dedim bunu? Qaraciyərdə normal depo yoxdursa, vitamin deposu, təbii ki, saç töküləcək. Qaraciyərin funksiyası, bayaq dedim ki, hormonlardan tutmuş, hamısında böyük rolu var. Əgər bugün bizim qaraciyərimiz, bizim normal vitamin depomuzu təmin etmirsə, lazım olan vitamin, o üçün vitaminlər içirsiniz. O içdiyiniz vitaminlər niyə qaraciyər qəbul eləmir? Çünki sintetikdir. Baxın, D vitaminini bütün dünya içir. Hər kəs içir. D vitaminini birincisi axşamlar içmək lazımdır. Xanımlara buradan səslənirəm.
artıq dozalar düzgün içilməyən D vitamininin tərkibində ultrabənövşəyi şüalar var. Dəridə ləkələrin əmələ gəlməsinə, dərinin tündləşməsinə belə gətirib çıxarır. Əməliyyat olmuş, prosedur eləyən xanımlar var. D vitaminini içdikdə çox diqqətli olun. D vitamininin siz nə qədər faydalı olduğunu bilirsinizsə, o qədər də zərərli cəhətləri var. Doğru içilməyəndə. Doğru içilməyəndə o verir. Və əgər biz o qədər sintetiki qəbul edirik, gedirsiniz, müalicə alırsınız elə. Müalicə müddətindən sonra gedib analiz verirsiniz, görürsünüz yenə həmin vəziyyətdir. Niyə? Ona görə ki, sintetik olduğu üçün qaraciyər onu depo eləmədi. Və ona görə də siz təkrar məcbursuz olun. Ona görə natural qidalara, düzgün qidalara, daha çox orqanik qidalara üstünlük verin. Nə yaxşı ki varsınız, dəyərli Məlayət xanım. Sizinlə söhbətdən heç doymadım həmişəki kimi. Çox sağ olun. Amma o dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün mən sizə təşəkkür edirəm. Çox faydalı oldunuz bugün də. Elə tamaşaçılar Çox sağ olun. dilindən də sizə təşəkkür etmək istəyirəm. Var olasınız. Sağ olun. Və bir daha qeyd edim, Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktor Məlahət Qəhrəmanova bizlə bərabər idi. Doktorun qəbuluna yazılmaq istəyənlər üçün 051 388 70 70 012 541 70 70 nömrələri aktivdir. Qısa aradan sonra